edirsək, kifayət qədər qərarlaşmalar var. Təbii ki, qeyd oluna bilər ki, proqnoz icra deyil, proqnoz və icra arasında qərarlaşmanın olması bir sıralarda məqbul hesab edilə bilər. Amma nəzərə alsaq ki, məsələn, 2024-cü ilin dövlət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat proqnozlaşdırılmışdır. Düzləşmədən sonra bu rəqəm 39 milyard 742 milyon manat oldu. Amma icra 37 milyard 713 milyon manat kimi nəticələdir və əslində ondan xəbər verir ki, nəzərə alsaq ki, düzləşmədən sonra mali ilinin bitməsi cəmi bir neçə ay vaxt aldı, amma düzləşmiş proqnoz və icra arasındakı fərq büdcə xərcləri üzrə 2 milyard manatdan çoxdur. Eyni zamanda 2024-cü ilin dövlət büdcəsinin kəsilində kəsil proqnozla icra proqnoz arasında 6 dəfədən çox fərq var. Yəni, bu əslində ondan xəbər verir ki, bir mənalı şəkildə makroiqtisadi, həm fiskal proqnozlaşdırma metodologiyasına baxılmasına və təkmilləşdirilməsinə ehtiyac var. Çünki bir proqnoz üzrə 6 dəfə fərqin olması ondan xəbər verir ki, təbii metodologiyanın təkmilləşdirilməsi və bu istiqamətdə fəaliyyətlərin həyata keçirilməsinə ehtiyac var. İkinci konseptual məsələ dövlət büdcəsinin gəlirlərinin üdəyimdəki payına bağlıdır, eyni zamanda təbii xərclərinin. 2024-cü ildə dövlət büdcəsinin gəlirlərinin üdəyimdəki payı 29,4%, xərclərində üdəyimli çəkisi 29,9% olur. Yəni, nəzərə alsaq ki, bu rəqəm nəinki inkişaf edilmiş ölkələr, hətta biz qonşu ölkələr müqayisədə xeyli aşağıdır. Yəni, xüsusən nəzərə alsaq ki, İtaliyada bu rəqəm 53,8%, Macaristanda 49,2%, Almaniyada 48,4%. Eyni zamanda iqtisadi baxımdan struktur regionlara diqqət edirsək, məsələn, Braziliyada 45,4%-dir, Rusiyada 36,5%-dir. Əslində, ona xəbər verirkən, region ölkələri, həm də təbii ki, inkişaf edilmiş ölkələrlə müqayisədə büdcə xərclərinin üdəyimdəki payı Azərbaycanda kiçik olaraq qalır. Bu kontekstdə bir sıra indikatorlar, o cümlədən təkstil və digər meyarlara baxılması və yerindən ölçülməsinə ehtiyac var. 2024-cü ilin dövlət büdcəsinin icrası göstərir ki, qeyri-neft sektoru üzrə daxil olmalar dövlət büdcəsinin cari xərclərini tam ödəmir. Yəni, bu o deməkdir ki, 2024-cü ildə dövlət büdcəsində resursdan kənar gəlirlərimiz cari xərcləri ödəmək iqtidarında deyil. Və resursdan, yəni, əgər bizim nefsiz gəlirlərimizə baxsaq, nefsiz gəlirlərimiz cari xərclərimizdən azdır. Çünki 2024-cü ildə qeyri-neft sektorunun daxil olmalar 19 milyard 792 milyon manat olub. Cari xərclərimiz 21 milyard 543 milyon manatdır. Bu əslində ona xəbər verir ki, cari xərclərimizin artması kontekstindən təbii ki, qeyri-neft sektorundan daxil olmaların artırılmasına ehtiyac var və potensialın tam olaraq istifadəsi və yanaşılması olunca vacibdir. Eyni zamanda təbii ki, cari xərclərin metodologiyasına baxılması və onun da təkmilləşdirilməsi çox vacibdir. Dövlət satın almaları ilə bağlı struktura diqqət yetirsək, bütövlükdə 9 milyard 845 milyon manatlıq dövlət satın almasının 5 milyard 355 milyon manatı, yəni yarıdan çoxu bir mənbədən satın almalardır. Daha doğrusu 54,4%-i bir mənbədən satın almalardır və yalnız 43,4%-i dövlət satın almalarının rəqabətli tenderlərdən həyata keçirilir. Yəni, bu o demək ki, bir tərəfdən 2024-cü ildə dövlət satın almalarına ayrılan hər 100 manatdan yalnız 43 manatı açıq tender yolu ilə təqdim olub. Yəni, bu həm də o deməkdir ki, 2024-cü ildə dövlət satın almalarına ayrılan hər 100 manatdan məhz 57 manatı açıq tender vasitəsilə təqdim olunmuyor. Bəzən bir tərəfdən dövlət satın almaları ilə bağlı strukturun təkmilləşdirilməsini daha da aktuallaşdırır. Digər tərəfdən, xüsusən də Hesablama Palatası rəyində bu qeyd olunan düzü dövlət satın almaları haqqında qanunda sadələşdirmə istiqamətinin təşkil edilməsinin sənədləri deyilər. Çünki daha məqsədə uyğun həm elektron xidmətlərdən istifadə olunması, dövlət satın almalarda süni intellektdən daha yaxından istifadə olunması, tenderlərlə bağlı qərarların verilməsində süni intellektdən istifadə edilməsinə ehtiyac var ki, prosedur olaraq sadələşdir və dövlət satın almalarda bir mənbədən daha çox açıq tender
ilə keçirilən satın almalara yaraşması mümkün olsun. Və xərclər bölümündə bir sıra xərclər diqqəti çəkən məqamlardan və xüsusən də hörmətli müəllim də qeyd etdi, elmə ayrılan xərclərin nəinki proqnoz üzrə icra olması, hətta proqnozdan az icra olması da diqqət çəkir. Çünki 2024-cü ildə elmə ayrılan xərclər 38,9 milyon manat və ya 16,5% az icra olunur. Və xüsusən nəzərə alsaq ki, Cənab Prezident tərəfindən Azərbaycanda insan kapitalının inkişafı əsas prioritetlərdən və eyni zamanda bizim 2030-cu il milli prioritetlərimizdə insan kapitalının inkişafı 5 prioritetdən biridir. Və bu kontekstdən təbii ki, elmə ayrılan xərclərin azaldılması heç bir halda məqsəd uyğun deyil. Çünki Azərbaycanda yeni xərclərin üzərindəki faiz 0,2%-dir və Rusiyada bu 1%-dir, Türkiyədə 1,1%-dir, dünya üzrə ortalama 2,2%-dir. Yəni, ondan xəbər verir ki, elm xərclərinin üzərindəki payı həm regionda bir sıra ölkələrlə, həm də qlobal ortalama ilə müqayisədə aşağıdır. Bu da ki, insan kapitalının inkişaf baxımından bu istiqamətdə çox vəsaitin ayrılmasını məqbul edib. 2024-cü ilin dövlət büdcəsinin icrası göstərir ki, ərzaq təhlükəsinin qorunması və güclənməsi üçün 485 milyon manat vəsait var. Və bu əvvəlki ilə müqayisədə 28 milyon manat və ya 6,1% çoxdur. Və bu əhəmiyyətli hissəsi ki, subsidiyaların verilməsidir. Subsidiyaların təqdim olunması təqdirə layiqdir, müsbət halda. Amma eyni zamanda bu subsidiyaların gəlir effektinin qiymətləndirməsinə ehtiyac var. Yəni, biz mütəmadi olaraq il ərzində aqrar sektora kifayət qədər böyük məbləğdə subsidiyalar ayırırıq, amma aqrar sektorun, nəinki aqrar sektoru, eləcə də aqrar sektoru məişət təşkilatı və balıqçılığın üdiyindəki payı bir rəqəmdir, 5,7%-dir. Yəni, praktik olaraq yarım milyarda manata yaxın illik olaraq subsidiyalar vəsait ayrılır, amma bu aqrar sektordakı yeni dəyərə, eyni zamanda aqrar sektoru üzərindəki payına necə təsir göstərir, hansı gəlir effekti ilə maliyyəti tədbirlərin qiymətləndirməsinə ehtiyac var. Eyni zamanda və büdcə icrası ilə bağlı sənəddə də qeyd olunur, publik hüquqi şəxslər vasitəsilə təxminən 9 milyard manatlıq sifarişlər olub. 55 publik hüquqi şəxsə 958 milyon manat sifariş verir. Bu 2,2 dəfə proqnozla müqayisədə 2023-cü ilə müqayisədə çoxdur. Amma burada da təbii ki, publik hüquqi şəxsin fəlsəfəsi ondan ibarətdir ki, büdcədən kənar mənbələrdən vəsaitləri cəlb edilsin. Əgər biz mütəmadi olaraq dövlət büdcəsindən publik hüquqi şəxslərə ayrılan vəsaitin həcminin artırılırsa, bu əslində publik hüquqi şəxs fəlsəfəsinə ziddir. Publik hüquqi şəxs büdcədən kənar vəsaitləri cəlb etməklə büdcə vəsaitlərinə qənaət etməlidir və büdcə vəsaitlərin daha səmrəli şəkildə xərclənməsinə həyata keçirilməlidir. Bu baxımdan bu istiqamətə ayrılan vəsaitin də bu kontekstdən qiymətləndirilməsi və gəlir effektinin, yəni səmrəliliyinin müəyyənləşdirilməsinə ehtiyac var. Çünki nəticə etibarilə ayrılan vəsaitlərin həcminin